Daha salam. Bu videoda bugün yani 18 iyun tarixində filologiya ixtisası üzrə sertifikasiya imtahanına düşən Azərbaycan dili sualının izahını verəcəm. Qeyd edeyim ki, bu sual bugün bir çox müzakirələrə və mübahisələrə səbəb olub. Vurğu ilə bağlı olub sual. Sualda ilk və yaxud da son hecaya düşdüyünü soruşduğunu dəqiq bilmirəm. Bu formada bizə təqdim olunduğu üçün mən də bu formada sualı sizə təqdim edəcəm. Deməli, vurğu ilə bağlı sualda bu sözlər verilib. Taun, lupa, epiloq və yarbayarı sözləri. Deməli, taun sözünün vurğusu un hecasındadır. Yəni, u saitinin üzərinə düşür. Lupa sözünün vurğusu qeyd olunan bütün lüğətlərdə u saiti üzərindədir. Amma müdavimlər iddia edir ki, imtahanda vurğunun sonuncu heca üzərində düşdüyünü qeyd ediblər. Epiloq sözündə vurğu son hecadadır, yarı bayarı sözündə isə ikinci hecadadır. Amma sualın tam şəkildə doğru cavabının variantlarda necə verdiyini bilmədiyimiz üçün doğru cavabı bu formada təqdim edə bilirik sizə. Ümid edirəm ki, doğru yazmısınız. Növbəti izahlarda görüşərik.